Mən bizim kanal izləyicilərini salamlayıram və bugün danışacağım mövzu sonsuzluq haqqındadır. Ümumiyyətlə, sonsuzluq haqqında çox zamanlar mənə verilən suallar həddən artıq çoxdur və müraciət edən pasientlərə biz nəzər saldıqda bu zaman onların hərəsində bir problemin olduğunu biz görürük və bu da ondan irəli gəlir ki, vaxtında profilaktik müayinələrin aparılmaması, vaxtında qeyri-düzgün həyat tərzi keçirən şəxslərdə sonda sonsuzluqla bağlı müəyyən problemlər yaşanır. Ümumiyyətlə, sonsuzluğun əmələ gəlməsində 3 əsas faktor haqqında mən danışmaq istəyirəm. Bunlardan birincisi regular ovulyasiyanın olmamasıdır. Yəni ki, yumurta hüceyrənin gəlib uşaqlıq borusuna düşməməsi, yəni ki, onun partlamaması, follikulun vaxtında partlamamasıdır ki, məhz bu sonsuzluğun əmələ gəlməsində həlledici rollardan birini oynayır. Digər əsas məsələ spermatozoidlərin kəmiyyət və keyfiyyətinin kifayət qədər olmaması, yəni ki, aktivliyinin normada olmamasıdır ki, məhz spermanın aktivliyi normada olmadıqda, yəni ki, onun yumurta hüceyrə ilə birləşməsi şansı az olur və bu da artıq döllənmənin olmamasına gətirib çıxarır. Buna görə də bizə çox vacibdir ki, spermanın aktivliyi normal olsun, morfoloji cəhətdən sperma sağlam olsun ki, mayalanma baş versin. Digər ən vacib məsələlərdən biri də uşaqlıq borularının, fallop borularının açıq olmamasıdır ki, məhz bunun da əmələ gəlməsində əsas məsələlərdən biri vaxtilə keçirilən müəyyən infeksion xəstəliklər, eyni zamanda cöhrəvi xəstəliklər də bu ola bilər. Bundan başqa, həmin nahiyədə olan iltihab proses və digər qadın orqanının xəstəlikləri, məsəl üçün endometriozu göstərə bilərik ki, məhz bunlar da uşaqlıq borularının, yəni fallop borularının bağlanmasına, burada müəyyən problemlərin yaranmasına gətirib çıxarır ki, məhz mayalanmanın sonda əmələ gəlməsində bu amil də çox mühüm əhəmiyyət kəsb edir. Dediyim bu 3 məsələ, yəni 3 problem hansı ki, biz müşahidə edirik pasientlərdə, vaxtında düzgün müayinə olunub, müalicə olunduqda bunların qarşısını almaq üçün çox mühüm bir vasitədir və buna görə də biz çalışmalıyıq ki, evlənməmişdən qabaq cütlüklər müəyyən müayinələrdən keçsinlər. Yəni ki, spermatozoidlərin müayinəsi aparılsın, eyni zamanda qadın orqanlarının müayinəsi aparılsın ki, onlar gələcəkdə bu kimi hallarla rastlaşmasınlar. Mən sonsuzluq haqqında müəyyən qədər öz fikrimi dedim, ancaq dediyim kimi, bütün bu problemlərdən qaçmaq üçün profilaktik müayinələrin aparılması və müəyyən bir infeksiyon və yaxud da ki, iltihabı xəstəliyə yoluxduqda onun vaxtında müalicə etmək mühüm əhəmiyyət daşıyır ki, gələcəkdə bu kimi ciddi problemlərlə bizim vətəndaşlar, bizim tamaşaçılar rastlaşmasınlar. Sonda sizə təşəkkür edirəm ki, bizim kanalı izləyirsiniz, bizim kanala abunə olmağı və videoları bəyənməyi sizdən xahiş edirəm. Sağ olun, salamat qalın.